Ester. 4-cü fəsil. Mordekayın Esterdən imdad istəməsi. Mordekay baş vermiş bu hadisələrdən xəbər tutanda paltarlarını cırdı və çula bürünüb başına kül tökdü. Şəhərin mərkəzinə çıxıb nalə ilə acı şivən qopardı. O yalnız padşah sarayının darvazasına qədər gəldi. Çünki çula bürünən adam padşah sarayına girə bilməzdi. Padşahın bu əmri və fərmanı hansı vilayətə çatmışdısa, oradakı yəhudilər arasında böyük matəm, oruc, ağlaşma və fəğan var idi. Bir çoxu da çula bürünüb, kül üzərində uzanmışdı. Esterin xidmətçi qızları və hərəmağaları gəlib bu xəbəri ona çatdırdı. Mələkə bundan çox məyus oldu. O, Mordekay üçün paltar göndərdi ki, çulunu çıxarıb əyninə geyinsin. Lakin Mordekay bunu qəbul eləmədi. Sonra Ester padşahın onun xidmətinə təyin elədiyi hərəmağalarından biri olan Hatakı çağırıb tapşırdı ki, Mordekayın yanına gedərək bu işin nə olduğunu və niyə baş verdiyini öyrənsin. Hatak saray darvazasının qarşısında olan şəhər meydanına Mordekayın yanına getdi. Mordekay başına gələn hal qəziyyəni ona danışdı. Yəhudi qırğını üçün padşah xəzinələrinə Hamanın vəd edərək vermək istədiyi gümüşün tam miqdarını ona bildirdi. Sonra Yəhudi qırğını üçün Şuşanda dəst xətlə yazılan fərmanın sürətlərindən birini verdi ki, bunu göstərərək Esterə izah eləsin. Həm də ona padşahın yanına gedib öz xalqı üçün yalvararaq mərhəmət istəməsini tapşırsın. Hatak qayıdıb Mordekayın sözlərini Esterə çatdırdı. Ester də Mordekaya Hatak vasitəsilə belə bir xəbər göndərdi. Padşahın bütün əyanları və padşah vilayətlərinin xalqları bilir ki, kişi, qadın, kim olursa olsun, padşahın çağırışı olmadan içəri həyətə girərsə, onun haqqında təkcə ölüm hökmü veriləcək. Yalnız padşah qızıl əsasını kimə uzatsa, o sağ qalar. 30 gündür ki, padşahın yanına getmək üçün çağırışım yoxdur. Esterin bu sözləri Mordekaya çatdırıldı. Mordekay Esterə belə cavab vermələrini xahiş elədi. Elə düşünmə ki, padşah sarayında olduğun üçün o biri yəhudilər qırılanda təkcə sən sağ qalacaqsan. Əgər sən susarsansa, yəhudilərə yardım və qurtuluş başqa yerdən gələcək. Amma sən və ata evin tamamilə məhv olacaq. Kim bilir? Bəlkə sən elə bugün üçün mələkəliyə çatmısan. Ester Mordekayın bu cavabı qarşısında belə söylədi. Get, Şuşanda olan bütün yəhudiləri topla. 3 gün 3 gecə yeməyib, içməyib mənim üçün oruç tutun. Mən də burada xidmətçi qızlarımla oruç tutacağam. Və sonra qanunu pozub padşahın yanına girəcəyəm. Buna görə ölməliyəmsə, qoy ölüm. Mordekay gedib Esterin ona tapşırdığı kimi elədi.